Hər birinizi yeni bir vlogdan salamlayıram. Sizin üçün uzun müddət sonra bir vlog hazırladım. Əslində bu vlogu bir neçə həftə olar ki çəkmişəm. Sadəcə başım çox qarışıq olduğuna görə bu vlogu hələ də düzəldib paylaşa bilmirdim. Amma artıq bugün qərar verdim ki, bu vlogu montaj edeyim və sizinlə də bölüşüm. Qızlar, deməli burada biz yoldaşımla birlikdə Gənclik Mola gedirdik. Çünki bir neçə gün sonra toya getməli idi və istədik ki, yoldaşıma bir köynək alaq. Hava belə tutqun idi, amma yaxşı hava var idi və çıxdıq. Biz çox zaman əslində Nərimanovdan Gəncliyə çox az bir məsafədir. Metro ilə getmirik, çalışırıq ki, avtobusla gedək. Çünki belə olduğu zaman həm biraz yol uzanmış olur, həm də metro ilə gedib tez çatırıq, həm də metro biraz sıxıcı olur. Buna görə də çalışırıq ki, elə avtobusla ən yaxşısıdır. Artıq gəldik, çatdıq Gənclik Mola. Bir neçə mağazaya baxırıq. Özüm üçün də bir neçə paltara baxıram. Amma təəssüf ki, yenə də özümə uyğun bir şey tapa bilmirəm. Əslində paltar alma həvəsim yoxdur. Çünki bu artıq kilolarımı vermədən istəmirəm ki, özümə nəsə alım. Aldığım zaman da fikirləşirəm ki, bəlkə arıqlayaram. Bu paltarlar mənə lazım olmayacaq o zaman. Ona görə də çox zaman özümə heç nə almıram. Həm də almalı çox bir şey tapa bilmədim. Ondan sonra gəldik, artıq alışverişimizi elədik, gəldik. KFC-də oturduq. Biz çox zaman bura gəldiyimiz vaxt bu menyunu sifariş veririk. Amma bu zaman heç bəyənmədim. Elə bil ki, hər şey köhnə idi. Heç yoldaşım da bəyənmədi. Gedək. Bura gələcək 38. Qızlar, burada da gəldim evə və Collins'dən almışdıq yoldaşımın köynəyini. İstədim sizə də göstərim, sizə də fikir olsun. Belə bir köynək aldıq ki, sonradan da istifadə edə bilsin. Yoldaşımın evdə ağ köynəkləri çoxdur. Amma sadəcə yoldaşım da mənimlə bərabər kökəldiyinə görə, ona görə əyninə olmur o digərləri. Ona görə də biz belə tünd rəngdə aldıq ki, həm artıq kilolarını bağlasın, həm də yoldaşım çox zaman gündəlikdə məsələn açıq rənglər geyinən birisi deyil. Deməli qızlar, bu köynəyi ütüləyərkən mən çalışdım ki, iç tərəfindən ütülüyüm. Çünki materialı biraz fərqli idi və üstündən etsəydim, bəlkə də üstü parıldaya bilərdi, yana bilərdi. Buna görə də iç tərəfindən ütülədim. Burada isə sizə nəyi danışmaq istəyirəm. Həm ütümü bitirim, həm də sizə niyə uzun zamandır vlog paylaşmıram, bunun da səbəbini açıqlayım. Əslində çox da belə bir səbəbi yoxdur. Sadəcə bu aralar başım çox qarışıq olduğuna görə yəni vlog paylaşa bilmirəm. Bunu isə sizə gələcək zamanlarda əgər bu xəbər təsdiqlənsə, əgər yəni fikrimdə tutduğum bu şey alınsa, sizinlə bölüşəcəm. Yəni indidən bölüşməyimin heç bir mənası yoxdur. Amma gələcək zamanda ola bilər ki, sizinlə bu xəbərdə bölüşüm. Hələ ki, bunu bilin ki, biraz başım qarışıq olduğuna görə sizinlə vlog paylaşa bilməmişdim. Amma bugündən sonra çalışacağım ki, artıq vloglarımı düzənli formada paylaşım və bir müddət elə bil ki, istirahət kimi düşünün bunu. Yoldaşım da məzuniyyətdə idi, evdə idi və bir sıra işlərimizi həll etməyə çalışırdıq. Əslində sizin üçün çoxlu vloqlar çəkə bilərdim. Sadəcə elə bil ki, buna enerjim də yox idi. Biraz istirahət lazım idi mənə də. Alina da bu aralar çox aktivləşib, artıq tutub qalxmağa başlayır. Gələcək vloqlarda sizinlə bölüşəcəm və yəni buna görə də çalışdım ki, birazca da mən uzaqlaşım və istirahət edeyim. Sizin işləriniz necədir? Sizin günləriniz necə keçir? Bunları da yazsaz sevinərəm. Vlog paylaşmaq üçün əslində çox darıxmışdım. Neçə vaxt ki, hər gün fikirləşirəm ki, vloqlarımı paylaşım.
Amma inanın ki, bunu edə bilmirdim. Və burada da Alina üçün əslində bir neçə gün əvvəlcədən belə alış-veriş etmişdik. Onları sizə göstərməmişdim və başlayıram bunları sizə göstərməyə. Bir neçə dəst aldıq Alinaya. Sadəcə bunlar videoda biraz böyük görünə bilər. Çünki mən 12-18 aylıq aldım. Çünki fikirləşdim ki, hal-hazırda geyinməyə paltarları var. Bir müddətdən sonra da artıq Alina 10 ayı tamam olacaq. 10-cu ayındadır Alina. Və bundan sonra artıq 9-12 ay almağın yəni mənası yoxdur bir neçə aya görə. Bunları isə artıq başlayıb geyinməyə və əyninə də çox yaxşı olur. Biraz böyük görünsə də əsas odur ki, rahatdır. Burada da qaynanam belə borş bişirmişdi. Karıştır da mı? Kızım da koydun da. Yeməyimizi yedikdən sonra qızlar yoldaşımla birlikdə düşürük parka idman eləməyə. Bunu biz bir neçə gün davam elətdirdik. Sadəcə mən sizə bir gününü ancaq çəkə bildim. Saat 12-də çox zaman düşürdük və dəyişik insanlar görürdük bu tərəflərdə. Əslində bu vaxtlarda çox zaman biz çölə çıxmırıq. Sadəcə fikirləşdik ki, yoldaşım da məzuniyyətdədir. İkimiz də artıq çəkilərimiz var, onları atmaq üçün. Çıxaq biraz yürüyüşlər eləyək, idman eləyək. Parkda da çox gözəl belə alətlər quraşdırılıb və burada gələrək hər kəs idman eləyə bilər. Bu arada səsim hələ də düzəlməyib, ona görə də üzrlü sayın səsimə görə. Otağım bərbad gündədir, çünki neçə gün idi. Həm Alina xəstə idi, həm mən xəstələnmişdim. Bugün biraz yaxşı hiss edirəm özümü. Buna görə də fikirləşdim ki, burada açılmayan paketlər var. Bunları sizə göstərim, nələr almışam. Həm də belə təmizlik vlogu da çəkim. Çünki neçə vaxtdır ki, düz evdə təmizlik eləsəm də çəkmirdim. Çünki halım yox idi. İndi isə başlayaq təmizliyə. Qızlar, artıq başlayıram bu otaqda təmizliyə. Çünki neçə gündür dediyim kimi xəstə idim və qızdırmam falan var idi. Buna görə də otaqda, ümumiyyətlə evdə heç nə edə bilməmişdim. Elə fikirləşdim ki, yavaş-yavaş başlayım təmizliyə və təbii ki, öz otağımdan başladım. Çünki bilirsiniz ki, yəni bilməyən yoxdur məncə. Alina mənim yanımda yatır. Hələ də buna davam edirik. Hələ də yerini dəyişə bilməmişəm. Əslində cəhd də göstərdim. Bir gün yerinə də qoydum. Sadəcə Alina orada yata bilmədi. Başını vurdu oradakı, yəni kravatının taxtasına. Çünki Alina mənim yanımda yatdığı zaman bilmirəm artıq öyrəşibmi, yoxsa onsuz da Alina belə uşaqdırmı? Öyrəşib ki, fırlana yatsın. Səhərə qədər, yəni çox fırlanır. Belə yerində də dar olduğuna görə fırlandığı zaman başı filan dəyir taxtaya. Buna görə də əslində mən bunun içini düzəltməliyəm. Əvvəllər məni izləyənlər bilir ki, bu kravatın içində yastıqlar filan var idi. Mən onları götürmüşdüm ki, uşağın yeri dar olmasın, rahat yatsın. Sadəcə hesaba qatmadığım bir şey var ki, mənim uşağım normal, yəni yerinə qoyu səhərə kimi elə yatsın, elə bir uşaq deyil və çox fırlanır. Yəni aşırı dərəcədə fırlanır. Buna görə də o başını vura bilir. Əslində fikirləşirəm ki, həmin yastıqları çıxarım, içinə qoyum və o formada, rahat formada yatsın. Sadəcə hələ ki etməmişəm, çünki mənim bunu etməyim üçün yoldaşımın köməyi lazımdır. Yoldaşım da sağ olsun, mənə hələ də bu işdə dəstək olmuyor. Çünki hələ havalar istidir, yoldaşım gəlir divanda yatır. Yəni buna görə də hələ ki problem yoxdur. Sadəcə birazdan havalar soyuq olduğu zaman istər-istəməz, yəni yerində yatmalıdır. Bu zamanda Alinanı yerinə qoymaq lazımdır. Və bunu da indidən mən istəyirəm öyrəşdirim, amma hələ ki heç nə edə bilməmişəm bu barədə.
Qızlar, dediyim kimi uzun zamandır burada təmizlik olunmadığına görə hər yer demək olar ki toz idi. Mən də əslində istədim slipindən istifadə edeyim. Sonradan fikirləşdim ki, yox, slipi buna dözə bilməyəcək. Ən yaxşısı bir belə təmizlik bezi götürüm və üstündə tüklü olanları götürdüm ki, mənə daha rahat olsun. Yəni qalın formada təmizlik bezlərindən istifadə elədim. Və bununla biraz içim rahat oldu ki, təmizliyim yaxşı oldu. Hər yer toz idi. Yəni mən bunu bilmirəm sizə bu vlogda Alina mənə imkan vermir ki, mən danışım. Alinanın kravatının şkaf hissəsi qırıldığına görə mən Alinanın paltarlarını da öz paltarlarımız olan yerə qoymuşam. İndi əslində vloqa baxanda fikirləşirəm ki, bu Alinanın paltarlarını ən üst hissəyə qoyum. Yoldaşım və mənim paltarlarım belə bu aşağı hissədən yığım. Əslində elə daha yaxşı olar. Çünki ən üstdə Alinanın paltarlarının olması daha yaxşıdır. Əslində gələcəyə fikrim var ki, yəni Alina üçün ayrıca bir şkaf olsun. Siyirməli şkaflardan, yəni böyük bir şkaf yox. Sadəcə siyirməli bir şey olsun ki, ora mən Alinanın əsas paltarlarını qoya bilim. Çünki belə həm düzgün olmur bizim paltarlarımızla birlikdə. Çünki burada bizim paltarlarımız da var. İstər-istəməz böyük insanların paltarının xüsusi tükləri olur, hansı ki, çox vaxtı düzdür, mən çalışıram ki, ipdən paltar yığarkən çırpıb yığım, amma paltarın tozu olur istər-istəməz. Və bu istəmirəm ki, Alinanın paltarlarına da dəysin. Sadəcə hələ ki, belə bir şey fikirləşdim. Çünki şkafları dağılmışdı, çox pis gündə idi və elə o formada da saxlaya bilməzdim. Yəni, əslində çox planlarım var, amma hələ ki, reallaşdıra bilmirəm. Zamanla yavaş-yavaş bunların hamısını planlaşdıracağım. Kravatı alarkən düzdür fikirləşmişdik ki, yəni yaxşı olacaq, uşağın paltarlarını ən azından gündəlik istifadə etdiklərimizi sığdıra biləcəyik və daha rahat olacaq belə. Amma bu qədər keyfiyyətsiz çıxacağını düşünməmişdim. İndiki ağlım o zaman olsaydı, əslində bilsiz mən nə alardım? Parça formasında belə manij tipli kravatlar olur. Əslində onu sevməmişdim. Əslində ondan almaq daha məsləhətlidir. Yəni buradan yeni ana olacaqlara da mənim məsləhətim. Qızlar, burada artıq demək olar təmizliyim bitdi və mən buranı yerləşdirirəm yerinə. Sadəcə telefonumda yaddaş olmadığına görə bundan sonrasını çəkməyib. Sonra keçirəm artıq neçə gündür aldığım bəzi məhsullar var idi. Onları sizə göstərməyə. Amma burada mənim başıma bir hadisə gəlir. Mən belə bir pudra və dodaq karandaşı almışdım. Dodaq qələmi almışdım. Və bunları göstərərkən çəkə baxdığım zaman görürəm ki, orada mənim 8 manat 60 qəpik pulum, yəni boşu-boşuna gedib. Bu alış-veriş əslində 18 manat bu pudra idi və 1 manat 50 qəpik də o qələm idi. Sadəcə mən kartla ödədiyimə görə çox fikir verməmişəm ki, nə qədər pulum gedib. Burada artıq sizə göstərərkən görürəm ki, çox pul çıxılıb və hazırlaşıb tez gedirəm mağaza bağlanmamış həmin mağazaya. Çünki bu məhsulları mən artıq neçə gündür ki almışdım və burada da şoku yaşayıram. İstədim sizin üçün də saxlayım buranı. Çeki yaxşı ki atmamışam, çünki ədəvə vururam mən həmişə. Və bundan sonra hazırlaşdım, tez getdim mağazaya. 8 manat 60 qəpik pulumu da geri götürdüm. Əslində bu elə böyük bir məbləğ pul deyil, amma insan yəni kazıqlanmış kimi hiss eləyir. Orada başqa məhsulun pulu yazdım. 18 manatlıq pudra, yəni 26 manat 80 qəpik kimi belə bu məbləğdə yazılmışdı. Bundan sonra da gəlirəm evə, yeməyimizi yeyirik və başlayıram mətbəx təmizliyinə. Bu günlərdə demək olar ki, yoldaşım məzuniyyətdə olduğuna görə elə çox vaxtı yoldaşımla, evlə, Alina ilə
vaxt keçirirəm. Yəni vloqlara çox da vaxt ayıra bilmirəm. Gündəlik rutinimiz bundan ibarətdir ki, ya gedirik haransa gəzirik, ya otururuq nəyəsə baxırıq, yəni bu formada. Amma gedim hardasa vlog çəkim filan, bu şeyləri edə bilmirdim. Yoldaşımla yanaşı da qaynatam da məzuniyyətdə olduğuna görə evdə çox yəni adam olur. Normalda məsələn qaynanam, mən və Alina oluruq evdə və ev o qədər də səs-küy olmur. Amma hər kəs evdə olduğu zaman biraz vlog çəkmək də çətinləşir. Mütləq lazımdır ki, üstündən səs yazasam. Bu da çox vaxtı mənim xoşuma gəlmir. İstəyirəm ki, vloqda ortam səsləri də olsun və məncə elə daha maraqlı alınır. Sizin fikirləriniz necədir? Bu barədə yazsaz sevinərəm. Düzdür, mənim izlədiyim çox gözəl bir bloger var. Düzdür, kanalı silinmişdi. Yenidən bir kanal açıb onu çox sevərək izləyirəm. Təmizliyinə, yəni heyranam. Və onu izləyirəm mən. O da üstündən səsləndirmə eləyir və onda çox uğurlu alınır. Sadəcə məncə yeri gəldiyi zaman ortamda olan səslərin də gəlməsi yaxşı təsir eləyir vloqa. Bu arada nəzərinizə çatdırmaq istəyirəm ki, mənim kanalım çox yavaş sürətlə böyüyür. Buna görə də əgər mənə dəstək olmaq istəyirsinizsə, kanalıma abunə olmağı, vloqlarımı bəyənməyi və yorum yazmağı unutmayın. Sizin dəstəyiniz mənim üçün hər zaman önəmlidir. Sadəcə fikir verirəm ki, vloqlarım yaxşı izlənir, düzdür, məni qane eləyir, amma nəsə kanalım böyümür, çox yavaş böyüyür. Mən kanalım böyüdükdən sonra Instagram hesabı da açmağı düşünürəm. Çox belə xırda-xırda planlarım var. Sizinlə bunları da bölüşmək istəyirəm. Çünki sizin fikirləriniz də mənim üçün önəmlidir. Ona görə də əgər vloqlarımda nəyi sevmirsinizsə, nə sizə itici gəlirsə, bunları da mənə yazın ki, mən o şeyləri düzəltməyə çalışım. Hal-hazırda əlimdən gələn budur. Yəni istəyirəm ki, siz mənə heç olmasa yol göstərəsiniz ki, bu formada nə isə etsən daha yaxşı olar. Hələ ki, Alina ilə bacardığım bunlardır. Bu vloqu, yəni təsəvvür edin ki, mən səhərdən başlamışam. Hələ də montajını bitirməmişəm. Montaj edirəm və üstündən səs yazmağa çalışıram. Bu da Alina ilə, yəni çox çətindir. Bəlkə də 6 saatdan çoxdur ki, bu vloqla mən məşğulam. Hal-hazırda da görürsünüz, əlinə alır bir səsli oyuncağı. Başlayır onu səslətməyə ki, mənim işim daha da uzansın. Buna görə də mənim kanalıma abunə olun ki, mənim kanalım böyüsün və sizin üçün daha da maraqlı vloqlar çəkim. Qızlar, səsləndirməmi dinləyərkən fikir verdim ki, bir məlumatı səhv çatdırmışam sizə. Bu da Instagram hesabımla bağlıdır. Əslində Instagram hesabım var və vloqlarımın altında da çox zaman bunu sizinlə bölüşürəm. Sadəcə Instagram hesabımda aktiv deyiləm. Orada əslində nəzərdə tutmuşdum ki, sizə deyim ki, yəni burada kanalım böyüdükcə orada da daha çox aktiv olacağım. Sadəcə bunu düzgün çatdırmamışam. İstədim ki, bunu da sizin nəzərinizə çatdırım.
Qızlar, burada göstərdiklərimi Navisdən almışam və Alina üçün ən çox burada məhsullar aldım. Bundan əvvəl göstərdiyim papaqlar isə fərqli bir yeni açılan mağazadan idi. Oradan bəzi bodilər də almışdıq. Sadəcə onları geyindirdiyimə görə göstərə bilmədim. Bundan sonra mən sizə demişdim axı, sentyabr ayında biz ancaq Xırdalanda oluruq və gəldik baldızımın qızının ad gününə. Baldızım da belə gözəl bir süfrə açmışdı. Çox dadlı yeməklər hazırlanmışdı. Salatları möhtəşəm idi. Burada da ad günü qızımız öz tortunu indi üfürəcək, arzusunu tutaraq. Bu il baldızımın qızı 11-ci sinifdədir və məzun olacaq bu il. İnşallah bütün məzunlarımız, o cümlədən də baldızımın qızı da universitetə, istədiyi yerlərə daxil olsunlar. İnşallah, əgər sizin ətrafınızda da varsa, siz belə gözəl şad xəbərlərlə inşallah ki, sevinəsiz. Tortumuzu da kəsdik və çayımızı da içdik. Bundan sonra artıq keçirik hədiyyələşmə hissəsinə. Biz düzdür, içəri girən kimi hədiyyəmizi vermişdik və burada qaynanam da öz hədiyyəsini verir. Olmazsa olmaz hədiyyədir ad günlərində. Burada hal-hazırda baldızımın qızına olan hədiyyəsidir. Sevdiyi personajlardan ibarət. Daha doğrusu baldızımın oğlunun hədiyyəsidir. Sevdiyi personajlardan ibarət belə bir dəst almışdı. Bunları da belə maketlərdir. Mən düzdür çox başa düşmədim, amma baldızımın qızının sevdiyi bir hədiyyə idi bu. Bundan sonra isə baldızım öz hədiyyəsini təqdim eləyir. Belə qutu-mutudan qızının sevdiyi hədiyyələri bir araya toplamışdı. Çox maraqlı idi. Əsasən ad günlərində mən belə qutunun içində müxtəlif hədiyyələr almağı və verməyi çox sevirəm və çox maraqlı idi. Bunlara baldızımın qızı da çox sevindi. Mən niyə belə bu formada baldızımın qızı, baldızım deyirəm? Çünki onsuz da adları desəm, siz qarışdıracaqsınız ki, kim kimdir? Çünki çox tanımadığınıza görə. Buna görə də belə deyirəm ki, siz biləsiz. Artıq burada da vlogumu sonlandırıram. İzlədiyiniz üçün təşəkkürlər. Kanalıma abunə olmağı və videoları bəyənməyi unutmayın. Hələlik özünüzə yaxşı baxın.